dərinliyinə qədər həmin yəni ki, mineralları çatdırır və dəridəki o ləkələrin, pigment ləkələrinin tədricən ağarması və açılması baş verir. Həmçinin tərkibində Novaften var. Bildiyimiz kimi Faberlic şirkətinin məhsulları yeganə dünyada oksigenli kosmetikadır. Çünki onda Novaften var. Novaften də o deməkdir ki, bütün ətraf mühitdəki oksigenləri dərimizin dərin qatına qədər çatdırır və dəridə rəngində açılma baş verir. Həm qulluq olur, həm nəmlənir, həm qidalandırıcı olur, canlanlaşdırır dərini, həmçinin də dəridəki ləkələri aparır. Baxın, belə bir deməli 12009 artikul kodu olan Dnevno krem, yəni gündəlik krem SPF 50. Düzdür, SPF 50 tərkibli Faberlic'də krem var, başqa kremimiz var Leto seriyasından. Amma bu da daha mükəmməl tərkiblədir, çünki bu Expert seriyasına aiddir. Dediyim kimi tərkibi daha mükəmməl və zəngin şəkildədir. Həm də müalicəvi şəkildə istifadə edilir. 2-3 saatdan bir istifadə edən zaman günəşdə çox olan xanımlar, yəni ki, bayırda çox olan xanımlar 2-3 saatdan bir istifadə etməlidir ki, o gündən müdafiə eləsin və yeni yaranan ləkələrin qarşısını alsın. Bundan əlavə var bizdə gecə kremi, hansı ki 12008 artikul kodudur. Bildiyimiz kimi bəzi insanlar var ki, gecə kreminə elə də üstünlük vermir. Çünki fikirləşir ki, gecə kremi daha çox gündüz kremindən istifadə edilir. Həm də makyaj altı vasitə kimi, yəni ki, istifadə etməyə daha çox üstünlük verirlər. Amma gecə kreminin üstünlüyü daha çoxdur. Nəyə görə? Çünki biz gecə yatan zaman bizim mimik əzələlərimiz hərəkət eləmir. Ona görə də gecə kremi daha yaxşı başlayır işini görməyə. Təsəvvür ki, biz yatmışıq, kremi başlayıb işləməyə. Və üz dərisini hazırlayır növbəti gün üçün, səhərsi gün üçün ki, biz hansı ki, o SPF, həm SPF tərkibli kremindən, həm də ağarıcı kremin gündüz kremindən istifadə edən zaman, yəni effekti daha yaxşı əldə etmək üçün gecə kremindən mütləq ki, istifadə etmək lazımdır. Ümumiyyətlə, hansısa bir seriyanın məhsuluna müraciət edirsə, məhsul lazımdır ki, kompleks şəkildə istifadə edək ki, daha mükəmməl nəticə əldə edək. Odur ki, gecə kreminə mütləq üstünlük verin, yəni gecə kremindən istifadə etməsi vacibdir. Və digər məhsulumuz, deməli, SPF 15 tərkibli ağarıcı effektli malik olan bax belə bir kremdir. 12034 artikul kodu olan möhtəşəm gündüz kremi. Həm makyaj altı vasitə kimi istifadə etmək olar, həmçinin dəridə müalicəvi, yəni ki, ləkələri aparmaq üçün bundan istifadə edə bilərsiniz. Yəni istifadə müddəti 60 gün ərzində istifadə edib, yəni 2 ay müddətində istifadə edib, mükəmməl, yəni ki, ardıcıl istifadə etsəniz, tədricən o ləkələrdən azad olmağa sahib ola bilərsiniz. Yəni ki, çünki məhsulumuz elə bir tərkibdədir ki, yəni tam qarantilidir, həm tam nəticə əldə etmək üçündür. Və 12035 artikul kodu olan anında üzü dərisini ağardan, həmçinin SPF 15 tərkibli belə bir möhtəşəm bir daha bir məhsul. Bunu da gündüz istifadə etmək olar. Anında üz dərisinə vuran zaman anında dərinizin rəngində açılma görəcəksiniz. Dərinin rəngi açılacaq. Dediyim kimi həm makyaj altı vasitə kimi də istifadə etmək olar. Həmçinin bunu siz tanan krem əvəzi də istifadə edə bilərsiniz. Çünki həm düz tanan krem deyil bu. Sadəcə dərinin rəng tonuna uyğunlaşır. Dərinin rəngini anında açır deyə. Yəni ki, bundan tanan krem əvəzi siz istifadə edə bilərsiniz. Həmçinin dərinizə